Mən Uyğur xalqının məşhur alimi Mahmud Qashqari 1008-ci yılı Qashqar şəhərinə qarışlıq Opal yezisinin Azıq degan kəndində dünyaya gəldim. Ata-anam savadlı kişilər bolğan. Mən başlanğıc bilimni Opaldakı mədrəsədə aldım. Bilimimni aşırış məqsədində Qashqardakı məşhur çoğ mədrəsələrdə oxudum. Til, tarix, ilmi məntiqə, geografiya, tibəbətçilik oxşaş ilimlarni öyrəndim. 15 yıl davamında Türkiy tillar sözləşidigan xalqlarni aralab, nəticədə Türkiy tillar divani namlıq çoğ əmgimni yezib çıxardım. Qari xanlar xanlığı zamanında ötken uluq tilşünas alim mən. Mən Uyğur xalqının məşhur alimi Mahmud Qashqari